Qoçlar və tərəzilər, keçmiş sevgi münasibətiniz və tamamlanmamış məsələlər gündəminizdə yer alacaq. 17 noyabr tarixində səhər saatlarında göy üzündə Ayla Şiron arasında 180 dərəcəlik qarşıdakı aktiv olduğu üçün Günəş bürcü və yüksələn bürcü, Qoç və tərəzi olanlar keçmiş sevgilivizdən xəbər ala bilərsiniz. Keçmiş sevgilivizlə əlaqəli tamamlanmamış məsələlər ortaya çıxa bilər bugün. Eyni zamanda keçmişdə yaşadığınız sevgi münasibəti səhər saatlarında ağlınıza gələ bilər və mövcud sevgi münasibətinizdə sevdiyiniz insanla üzləşmələr yaşaya bilərsiniz. Ünsiyyətə diqqətli olmağa çalışın. Səhər saatlarında yolunda davam etməyə sevgi münasibətinizin davamı yoxsa tamammı olacaq kimi mövzular gündəminizə gələ bilər. Sevdiyiniz insanın ailəvi problemləri yaşanıla bilər. Bugün səhər saatlarında duyğularınızı gizlətməməyə çalışın. Duyğularınızı çox açıq və nazik bir şəkildə ifadə edin. Heç bir mövzuda özünüzü günahlandırmayın və sevdiyiniz insandan daha çox sevgi gözləyə bilərsiniz. Səhər saatlarında sevdiyiniz insanın duyğusal enişləri və çıxışları sizi yora bilər. Və sağlıq mövzusunda isə səhər saatlarında baş ağrıları, miqren və fiziki yorğunçuluq yaşaya bilərsiniz. Sağlığınıza diqqət və özen göstərin.